Ya Allah, hər vaxtınız xeyir olsun, əziz xalqımız, əziz millətimiz. Allah sizlərə bərəkət versin. Əziz dostlar, bugün sizə Biləcəri qəsəbəsində şəxsi özünə tikili bir evimizi inşallah təqdim edəcəyik əziz dostlar. Çox münasib yerdədir evimiz. Bax, gördüyünüz qarşıdakı bu evi topdan görsəz. 2,2 sotun içindədir dostlar evimiz. Ev şəxsi tikilidir, çoxdan tikilmiş evdir. Çox gözəl həyəti bazası var. Evin hər tərəfinə fırlanmaq mümkündür əziz dostlar. Gəl sonra şəxsi evlər silsiləsindən. Əvvəlcə əziz dostlar, həyəti təqdim edəyək sizə. İnşallah evin hər tərəfinə keçmək mümkündür. Baxın, bu evimizin arxa həyətidir. Arkada baxın, belə bir gözəl həyəti var, yaşıllığı var əziz dostlar. Qəşəng burada manqalı qoysan, Allah bərəkət versin millətimizə. Allah pul yetirsin. Çəkirsən kababdan yiyirsən. Əziz dostlar, evin içindən burada arxaya həyətə bir qapı qoyulub. Yəni kim istəsə gələcəklər, özü üçün burada dəyişiklik eləyə bilər əziz dostlar. Gəl buradan fırlanaq. Buradan da gedək. Evimiz çox əla bir yerdədir. Çox gözəl bir yerdədir əziz dostlar. Çox gözəl bir yerdədir həqiqətən. Məktəbə 284. Bəli. Yəni kameranı qaldırıb oxuyun məsələ tutun. Yaxşı, onda görsənlər. Baxın əziz dostlar. Növbəni bağazlar, qəşəng. Arkadakı bağı da gördünüz. Gözəl güllü çiçəkli evimizi. Ya Allah. Daxılıq evimizin içinə əziz dostlar. Bir şey qeyd edeyim, sonunda təqdimat edəcəm, ətraflı məlumat verəcəm daha doğrusu. Deməli, evimiz çöldən çölə 115 kvadratdır. Ümumi ikilik sahəsi 2,2 sotdur. Yəni 2 sot yarımdan biraz ətlidir əziz dostlar. İndi evimizdə təqdim elə, inşallah qiymətində çox münasibdir qiyməti. Qiymətində sonduqca nəzərinizdə çatdıracaq. Görsək mətbəxi. Bura mətbəxdir. Mətbəx hissəsidir. Buranı görsək, sanatlar olsan. Burada xalanik də var. Sonra yataq otaqlarında görsək, gələrsən qolun otağına. Bura hamam çalı üzəlidir. Sonra o konteyner görsək. Konteyner oradadır. Yataq otağını görsək. Yataq otağını göstərək. Şimdi bir yataq otağıdır. Buranı görsək. Əziz dostlar, baxın burada da kifayət qədər geniş yəni. Təxminən 4,5-ın 4-ə, nə bilim, bəlkə də 5-in 4-ədir bura. Dəqiq ölçü deyə bilmirəm burada, amma böyüdür, kifayət qədər böyük yataq otağımızı. Bir də ki, buradan o qapını görsək, baxın bu qapı sizi arxadan həyətdən göstərdiyimiz qapıdır, yəni ora keçmək mümkündür və kim istəsə gələcəkdə orada özü dəyişiklik eləyə bilər. Gəl qardaşım. Bu konteyneri görsək. Bura isə qonaq otağıdır. Əziz dostlar, evimiz çox əla yerdədir. Deməli, 91 nömrəli marşrut, 284 nömrəli məktəb, bütün ticarət obyektləri, hamısı evin yaxın məsafəsində. Baxça da, bəli, baxça. Baxçanın nömrəsini bilmirik, ona görə qeyd edə bilmirik. Baxça da var yaxınlıqda, çox əla yerdədir yəni, çox rahat bir yerdədir. Aksarayda rahat yerdədir. Yəni piyada çıxırsan çox rahat, 1-2 dəqiqə çatırsan həmin dediyimiz ərazilərə. Əziz dostlar, bir şey nəzərdə tutulan əsas məsələlərdən biri vardır. Evdən heç nə götürülmür. Ev sahibi, bax, evi gördüyünüz vəziyyətdə satır. Hamısı qiymətə daxildir, əziz dostlar. Evimizin də qiyməti çıxıb ilkin olaraq ev sahibi tərəfindən təyin olunub 110.000 manat. İnşallah geri al müştəriyə endirim olunacaq. İndi alıcı və satçı arasında həmişə yuvarlı olur inşallah, əziz dostlar. Amma çox gözəl evdir. Hündürlüyü də 3 metrdən çoxdur. Evdə 25 ilin evidir. Şəxsən özünə tikilmiş evdir. Evdə bir dənə çap nöqtə boyda heç nə yox, yəni problem yoxdur. Tam oturmuş evdir dostlar. İnşallah gələn özü görəcək. Əsas məsələ yeri və içində nə görürsə konteyner qarışıq, hər şey qalır evin içində. Allah xeyir versin, alana da satana da əziyyət keçən bizlərə də. Əziz dostlar, hər birinizdən xahiş edirik səhifəmizi bəyənin, videolarımıza rəy yazmağı unutmayın ki, növbəti satışa çıxan evlərimizdən sizin də xəbəriniz olsun. Sizin də satış əmlakınız varsa bizimlə əlaqə saxlayın, gələk çəkək, paylaşaq və satılmasında köməklik göstərək. Allah evi olmayanlara 30 kvadrat var bura rahat. Qonaq otağı.